Bax, y bərabərdir hər birində. Birincidə y bərabər kx yazmışıq da. K-mız neçədir? K1 bərabər -5-dir. İkincidə -5 plus 8 yazmışıq. İkincidə K2 bərabərdir -5. Amma birincidə B yoxdursa 0-dır. İkincidə B-miz neçədir? 8-dir. Üçüncüdə K-mız nə idi? -5. B neçədir? Görürsünüz uşaqlar, K-ları üçündə də bərabərdir. Amma B-ləri nədir? Fərqlidir. Bu şərti ödəyən düz xətlər bir-birinə nədir? Paraleldirsə heç bir nöqtədə kəsişmir və həlli yoxdur. Onda etiram deyir ki, əgər düz xətlərin K əmsalları bərabər, B əmsalları fərqli olarsa, düz xətlər paraleldir, həlli yoxdur. Nümunə nə cür ola bilər? Bax, bizə yazar ki, y bərabərdir A çıxaq 3x üstə gəlsin 5. Bir də yazır ki, y bərabərdir 2x üstə gəlsin 4. A-nın hansı qiymətinə? Tənliklər, düz xətlər paraleldir. Biz paralellik şərtində nə demişdik? K1 K2-yə bərabər. K1 K. Burada birincidə K1 əmsalı A-3-dür. İkincidə K1 əmsalı neçədir? Yəni x-in əmsalını götürsə 2-dir. Bunlar bir-birinə bərabər olsa, düz xətlər paralel olur. Buradan A bərabər neçə tapırıq? 5. Bu K-lar bərabər olanda həlli yox. Bax, bu birinci şərtimiz. Bu dairəyə aldığım birinci şərt. Desək ki, paraleldir, K-ları bərabər götürün, B-ləri fərqli götürün. Yaxşı? Bu birinci şərt. İndi ikinci şərtimiz nədir? Bax uşaqlar, gəlin indi düz xəttin K əmsalını dəyişək. Ta ki, -5 idi elə. -4 yazan kimi görün düz xətt necə olur. -4 yazsaq 4x plus 8. Öz dəyişir orada. Bəli. Bax, -2x, lap plus 3 yazıram. Plus 3. Düz xətt neynədir? Görürsün, orisini kəsdir. Tutaq ki, 4x plus 8-dir, düzü kəsir. Bu -5x-dirsə, bunu 5x-i dəyişək. Yazaq məsələn, müsbət 5x. Görürsünüz uşaqlar? 3-ü də kəsişdi, ha. Bunların qrafikləri da. Niyə 3-ü də? 3-ünün də K-ları eyni deyil. Burada bir dənəsinin K-larını bərabərləşdirsən var, onun ikisi paralel olur. Bax, gəlin, 4 ilə -5, 5 ilə -4 varmı? Bunu da -4 eləyim. -4. K-lar bərabərləşən kimi düz xətlər paralel olur. Gördünüz? Bax, qırmızı xətlə görürsən. Bax, görürsən, bu düz xətlər nədir? Amma bu birisi o 2 olan ona nədir? Fərqlidir. Düzdür? Bunların kəsişməsi üçün bizə də nə şərt? K fərqli olsa yetərlidir ki, o düz xətlər kəsişsin. Deməli, K1 fərqlidir K2 şərtində. K-lar fərqli olan kimi düz xətlər nə edəcək? Kəsişir. Düz xətlərdə kəsişirsə neçə həlli var? Bir həlli var. Bu şərtləri əzbər bilməliyik. Kəsişməsi üçün K-lar bərabərdir, fərqlidir. Bir həlli varsa düz xətlər kəsişir. Məsələni iki cür deyəcək. Birində deyəcək ki, K-nın hansı qiymətində düz xətlər kəsişir. Deməli, kəsişirsə K-lar fərqli olmalı. Bir məsələdə deyəcək ki, K-nın hansı qiymətlərinin bir həlli var. Yəni, bizdə məsələlərdə bir həlli var, sözündə işlədə bilər. Kəsişir də sözündə işlədə bilər. Hər ikisində K-lar nə olmalıdır? Fərqli olmalı. Yaxşı? İndi yaxşı, gəlin baxaq bir ayrısına. Y bərabər 2x plus 3 uşaqlar. Buna da yazıram. Y bərabər -2x plus 3. Orada ayrı düz xətt görürsünüz. -2x plus 3. Ayrı necə oldu o düz xətlər? Bəli, bax, o düz xətlər hamısı üstə düşdü. Niyə? K-lar da bərabər oldu. K-lar hamısında -2-dir. B-lər neçədir? Deməli, K1 K2-yə bərabər olsa, B1 də B2-yə bərabər olsa, düz xətlər hamısı üstə düşəcək. Onda düz xətlər üst-üstə düşərsə, üst-üstə düşər. Üstə düşərsə, sonsuz sayda həlli var. Sonsuz sayda həlli var.
Yaxşı? Tamam. Bu hansı şərtdə verilən düz xətləri idi biz dediyimiz? K1 K2'ye B1'e B2'ye. Bax, bu düz xət y bərabərdir kx plus 5-ə. Yəni bu y bərabər kx də eynidir. Burada b əmsalı yoxdursa b neçədir? 0. İndi uşaqlar, ola bilər ki, biz y bərabərdir b düz xəttini, x bərabərdir b düz xəttini tanıyırıq. Ta ki, etiram, y bərabərdir 5 düz xətti deyirəm, nətərdir? Yadınıza gəlir, y bərabər 5 düz xətti deyəndə y-i 5 nöqtəsində kəsir. Y bərabərdir 5. Görək, çəkib o düz xəttimizi. Bəli, çəkib. Məsələn, y bərabərdir. İkisi üzerinde götürdüm ben. Y bərabərdir, məsələn, -1. Gördünüz? Zəyd. X İstəyirsiniz, okun üzerinde Y paralel seç. y bərabərdir. Y bərabərdir. B düz xətti deyəndə y-in B nöqtəsindən keçən 5 dedik, 5-dən keçdi. -1 dedik. Həmin nöqtədən keçməlidir. X oxuna nə olmalıdır? Paralel olmalı. Məsələn, çəkək bir dənə y bərabərdir. Y bərabərdir 4 düz xəttini. Y bərabərdir 4 düz xəttini. Bir də çəkək y bərabərdir 2 düz xətti. Bir dənə 4-dən keçdi, bir dənə 2-dən. İndi bəs x bərabər 4 düz xətti deyəndə nə edəcəyik? Bu defa yasalda ya da sol. X bərabərdir 2 düz xətti. Görürsünüz? İndi də x-in 2 nöqtəsindən düz xətt getdi. Görürsünüz? İndi də bax, bu da x nöqtəsidir axı. Görürsünüz, x bərabər 2-dir. Həmin nöqtədə f(x)imiz nə olur? Y bütün qiymətlərdə eyni cavab alır da. Tutaq ki, bax, bizə nə verər? Deyir, y bərabərdir 2 düz xətt üzərində. Y bərabər 2 düz xətt üzərində. Görürsünüz, bu da y bərabər bu qırmızı xətlə göstərdiyimiz. 5, 2 nöqtəsi, A nöqtəsi 5, 2-dirsə, B nöqtəsi -3, y-dir. Sizcə y neçədir burada? Bir de 2. Bəli, 2. Çünki A nöqtəsi buradadırsa, B nöqtəsi x-in -3 nöqtəsində bunun yenə y neçə olacaq? İstəyirsən -8 görsün, istəyirsən -9 görsün. Hamısında y neçədir? 2-dir də. Y dəyişmir. Oldu? İndi gəlin biz ölçənə y bərabərdir. Ax plus by bərabərdir C şəklində olan tənliklərin həllisinə. Bu hansı şəkildə idi? Kx plus b. İndi ola bilər ki, belə bir tənliyimiz olsun. 2x üstə gələk. 3y, bax 2x üstə gələk, 3 yazan kimi qrafik qurdur. Bax görsən 3-ü silim etirəm. Y bərabər 2x-in qrafikidir. Özü tez çəkdir, görsən. Qrafik budur, bax y bərabər 2x. Üstə gələk yazaq. Üstə gələk 3. Görsən 3 var yuxarı qaldırdı. 3y bərabərdir, məsələn, 5. Görsən qrafik qurdu. İndi 1-in yazırıq. 4x üstə gələk. 6y bərabər yazıram 10. 10 yazmayaq, üstə düşməsin. Bərabər yazıram 8. Bax, böyük ədəd yazaq, biraz 18. 18. Bərabər 18. Uşaqlar, qrafiklərdə düz xətləri nətər görürsünüz? Paralel görürlər. Bax, birinci tənliyimiz 2x üstə gələk 3y bərabər 5. İkinci tənliyimiz 4x üstə gələk 6y bərabər 18. Burada hansı uyğunluğu görə bilirsiniz? Əmsallara baxın. Əmsallara baxın. Bax, görsən, bu ikisindən əmsallar nisbəti nədir? Bu ikisinin əmsallar nisbəti. Bunlar bir-birə nə oldu?
bərabər olur. Beraber. Amma 5-in 18-ə nisbəti Farklı. fərqli. Onlara bərabər deyil ki. Deməli, bax, birinci tənliyimiz A1 görürsünüz, AX plus BY deyirəm də. A1X üstə gələk B1Y bərabər C1. A2X üstə gəlsin B2Y bərabər C2 şəklindədirsə. 2 dənə tənlik yazmışıq. Bu birinci tənlik, bu da ikinci tənlik. A1 bölü A2 bərabər. A1-in A2-yə nisbəti bizə neçəni vermişdi? 2'de 1. B1 bölü B2 nisbəti bizə nəyi vermişdi? 3-ü 6-ya böləndə 2-də 1. Fərqli. O birisi neçə idi? 5 Həlli yox. Görürsünüz, bunlar bir-birinə bərabərdir. Amma bura nədir? Bu şərti ödəyəndə düz xətlər nə cür oldu? Paralel. Onda şərtimiz nədir? A1-in A2-yə nisbəti bərabərdir B1-in B2-yə nisbəti. Fərqlidir. Bu düz xətlər nə cür yerləşdi? Paraleldir. Paraleldirsə həlli yoxdur. Yəni sizə məsələlər həllindir. Ya deyər paraleldir, ya deyər ki, anons qiyməti həlli yoxdur. Eyni şeydir, eyni sözdür. Yəni buna Azərbaycan dilində nə deyirsiniz? Yazılışda fərqli mənaca eyni olan sözlər sinonimlərdir, eləmi? Elə bil ki, bu da riyazi bir sözlərdir ki, sinonim kimi işlədə bilərik. İndi uşaqlar, gəlin əmsalları dəyişək. Tutaq ki, mən 4x-in yerinə yazıram. 6x. Üstə gəl, 6y bərabərdir 18. Görək, nə verər bu bizə? Neynədir nisbəti? Görsən, əmsallar nisbəti fərqli olan kimi. Uşaqlar, A əmsalı neçədir? 2. Bax, birinciyə nə yazmışıq? Birinciyə yazmışıq 2x üstə gələk 3y bərabərdir 5. Bax, x-in əmsalı A1-dir, y-in əmsalı B1-dir. Burada yazdığımız ədəddə. İndi ikinci tənlik nədir? 6x üstə gələk 6y bərabər nədir? Görsən, bu A2-dir, bu B2-dir, bu da C. İndi A1-i A2-yə bölək görüm. A1-i A2-yə böləndə nə verər? 2-ni 6-ya bölsək neçə düşər? 3-də 1. Bəs o biri tənlikdə A1-i B1-i B2-yə bölsək neçə düşər? Aha, baxaq. 2-nin nisbəti 6-ya, o birisi verdi 3-ün nisbəti 6-ya, C-lər də nədir? 5-in nisbəti 18. Uşaqlar, bunlar bir-birinə heç bərabər olan var? Xeyr, bunlar bir-birindən nədir? Fərqli. Əsas odur ki, bu A1 bölü A2 var, bu fərqli olsun. Yəni, burada C-lər bərabər də ola bilər. Deməli, bəli, A1-in nisbəti A2-yə bərabər deyil. B1-in nisbəti B2-yə düz xətlər kəsişir. Kəsişirsə neçə həlli var? Kəsişirsə bir həlli var. Kəsişirsə bir həlli var. Kəsişməsə bayaq deyil də, paralel. Birinci dediyimiz o da. Düz xətlər kəsişmirsə deməli paralel. Yaxşı? İndi üçüncü şərt. Uşaqlar, gəlin ikisində eyni yazaq. 2x üstə gəl 3y bərabərdir 5. 6x üstə gəlinsin 9y. Hər bir neçə vurdum? 3-ə vurdum. Bərabər yazıram neçə? 15. Necə oldu o birisi? Görsən, o da üstə. O həmənki düz xətt oldu. Baxın, A1-in A2-yə 2-ni 6-ya böləndə neçə düşəcək? 3-ü 9-a bölsək nə düşəcək? 5-i 15-ə bölsək nə düşəcək? Görsən, A1-in A2-yə nisbəti də, B1-in B2-yə nisbəti də, C1-in də C2-yə nisbəti olanda, üçü də bir-birinə bərabər olanda düz xətlər nədir? Düz xətlər üst-üstə düşür, üstə düşür. Sonsuz sayda həlli var. Bəli, sonsuz sayda həlli var. Yaxşımı? Əsas odur ki, A-ları bir götürək. Durub x-in əmsalını, y-in əmsalına bölməyin. Bax, sizi çaşdırmaq üçün misalı nə cür verərlər? Birinə yazıb 2x üstə gələk 3y bərabərdir 5. Birinə də yazıb ki, 4y üstə gələk 6x bərabərdir 10. Durub 2-ni 4-ə bölməyin. X-in əmsalı nədirsə,
O x-in əmsalına böl. Yerin dəyişir yazıb ki, Ülvi çalışmayasan. Yaxşı? Aha, burada x-in əmsalı neçədir? 2. İkincidə neçədir? 6. Birincidə y-in əmsalı neçədir? 3. İkincidə neçədir? Üçüncüdə s-imiz 5-dir, bu neçədir? 10. Uşaqlar, burada bərabər olan var. Bu 3də 1 eləyir. Bu 2də 1 eləyir. Bu da 4. Bunlar bir-birinə bərabərdir. Fərqlidirsə, bu sayılar nədir? Kəsişir və bir dənə yeganə həll var. Yaxşı? Məncə bunları başa düşdünüzsə çalışmalarını yaza bilərsiniz. İndi keçək görək uşaqlar. Dərsimizdə bizə çətinlik törədəcək çalışmalar hansılar ola bilər. Bax. Birincidə x-in əmsalı neçədir? 1 böl 5. 6-nın nisbəti. İkincidə x-in nisbəti nədir? Deyir, sonsuz sayda həlli varsa, düsturları əzbərləyəndə son sayda hamısı da bərabər olmalıdır. Bərabər olmalıdır. Y-in əmsalı k. Burada y-in əmsalı 8. O da bərabərdir. S əmsalımız 3. K çıxı 3. Burada S əmsalımız neçədir? 14. Uşaqlar, buradan tənasübdən, yəqin ki, tənasüb həll edə bildik də. K-nı tapdı. 12 Bəli. deməli. İndi hər neçədir bilmirəm də. Yəni şifahi hesablaya bilmirik. İndi burada aldığınız K-nı 12 tapısınızsa, həmən cavabı burada da yazarsınız. Bu tənasübünüzdə düz ödəyirsə, həllidir. Məsələn, kvadrat tənliyi almışsan, K-nı 12 tapsan, bir də 8 tapsan elə. 12 yazanda bu ödədi, bir ödəmədirsə, 8-i ver. 8-də ikisi də ödəməlidir. Yaxşı? Bunlar artıq sistem tənliklərdir. Ülvi, orta məxrəcə gətir görün bunu. O m-də m çıxın. M-də m çıxaq n. Bərabər neçədir? Mənfi 18-də 7. M çıx n kvadrat. Sürətdə n minus m-i veribdi 7. Biz burada sürətdə nə aldıq? M çıxın mənfi. Görürsən, o n minus m-dir. Biz almışıq m minus. N çıxaq m 7-dirsə, m minus n neçədir? Mənfi. Elə hər ikisinin sürətində mənfi 7-lər var. Mənfi 7-lər getdi. Elə məxrəc-məxrəcə bərabərdir. M-in neçə oldu? 8. N minus m neçədir? 7. Uşaqlar, m-in kvadratı plus n-in kvadratına belə düstur yaza bilərik. N minus m-in kvadratı plus düsturumuz var da. N minus m neçədir? 7-nin kvadratı 49 üstəgəl 2m. M-in 18 isə 2-yə də vuran neçə edir? 85. Yəni bunlar artıq demək olar ki, bayaq öyrəndiklərimizə uyğundur, çox demir. Səsdə baxa bilərsiniz. Düz xəttlərin, funksiyaların kəsişmə nöqtələrində həmin ya sistemi həll edirsiniz, ya da bir-birinə bərabər götürüb x, y tapırsınız. Düz xəttlərin kəsişməsinin koordinatları cəmi soruşursa, y bərabər 2x plus 5-dir. Bu da y bərabər 4x çarpı 1-dir elə. Kəsişmə nöqtəsini tapanda etiram bir-birinə bərabər götürür. 2x plus 5 bərabərdir 4x çıxaq 1. 2x-i keçirirəm 4x-in yanına qaldı. 2x. Mənfi 1-i də keçirirəm 5-in yanına müsbət eləyir. X neçə oldu? Artıq x-in yerinə 3 yazanda y tapırıq. Y neçə olur? 11. Koordinatları cəmi soruşur. 3-ün də üstünə 11 gələndə 14. Bunları hesablaya bilərsiniz. 70-ci sual sizə çətinlik çəkərsə. 200 metr 2 bu böl. Birinci hissənin uzunluğu 24%, ikincisi 54%-nə bərabər. Bax, belə deyə bilərik. 260 metr uzunluğunda iki hissəyə ayrılıbsa, biri x-dirsə, o birisi nə qalır? 260 çıxaq. Birinci hissənin 24%, yəni x-in 24% bərabərdir ikinci hissənin neçə faizi? 54%. 100-dən 54. Bunu mötərizədə yazırsınız, sağ yazın. Hər tərəfdə 100 var, ixtisara getdi. 24x bərabərdir. 260 vuraq 54. Çıxaq 54x-dir elə. 54x. Mənfi 54x keçdi sağ tərəfə nə oldu? 78x elirmi? Təzən x-i tapanda 260 vuraram 54-ə bölərəm neçəyə? Burada ixtisar yəqin ki gedər. Neçə düşür? 180 düşür. X 180-dirsə, o birisinə neçə qalır?
Elə böyük hissənin uzunluğunu soruşsa 180. Bəli. Ben ona %24 x dedim. O birisine %54 dedik. Onda da kalanlar falan. Heç nə, x plus y bərabər 260. Bəli, o da olar. Bu sistem təlimləri eləyə bilərik. Sistem təlimləri də artıq bilirik. Baxın, 78-ci sualda sizi çaşdıracaq nə var burada? X kvadratı lap əvəz etməklə də eləyə bilərik, etiram. Neyniyək? X kvadratı sağ 3x üstə gəl 2y kvadratı var. Onu belə yaza bilərəm. X-in kvadratı çıxaq 2xy üstə gələk y kvadratı üstə gələk bir də y kvadratı çıxaq xy. Bərabər neçə verir? 4. Niyə? Bax, mənfi 3xy mən mənfi 2xy çıxaq xy yazsam heç nə dəyişməz. 2y kvadratının yerinə y kvadrat plus y kvadrat yazsaq dəyişməz. İndi x kvadrat çıxaq 2xy üstə gəl y kvadrat nəyin açılışıdır? X y-in üstə gələk. Bu hər ikisindən neçəni çıxardıram qarşıya? Nə qaldı? Bərabər nədir? Uşaqlar, burada x minus y-dir. Burada y minus x-dir. Gəl bu kvadratda yerin dəyişə bilərik, heç nə dəyişmir. Kvadratda yerin dəyişsəm y minus x-in kvadratı üstə gələk. Y vuraq, y minus x bərabər 4-dürsə. Hər ikisində hansı vuruq var? Y minus 4-ü çıxartdım qarşı. Ortada çıxma olur. Yox, birincinin yerini dəyişdim, ikinciyə dəymə. Birinci x minus y. Hə? Hərsini x çevirdiniz, değil mi? Birincini, hər ikisini yox, birincini. İkinci o da onsuz da y minus x. Yadına saxla ki, etiram, a minus b-nin kvadratı ilə b minus a-nın kvadratında heç bir fərq yox. Amma üstü tək olsaydı, qarşıya nə verərdim? Mənfi. Üstü tək olsa. Cüt olsa fərq eləmir. Y minus x çıxdı qarşıya. Birincidə y minus x-in biri qaldı. İkincidə nə qalıb? Y. Bərabər neçədir? Burada nə almışıq biz? 2y minus x. Bu burada nəyi veribdir? Hansına baxırdıq biz? Bunu verib. Buna baxırıq elə. Elə 2y minus x-dir. Bu da x minus 2y verib. Birdirsə, bura nədir bizim üçün? Mənfi bir də y minus x-ə vuranda nə elər elə? Elər x. Elə bu da bizdən. Yoxsa x y soruşmur. X y neçə oldu? 4. Yuxarıda da birini yazaq. X çıxaq 2y nə bərabər oldu? 1. Yox, bu mənfi 1-i vurdum ötərcə. O biri tərəf mənfi 1-ə vurmur. Tərəf-tərəfə toplayıram və yaxud da çıxıram. Aşağı 2'ye vur. 2-yə vuraq, toplayaq. Nəyi soruşur? X, y soruşur. Çıxaq. X-lər getdi. Mənfi 2y-dən y-in çıxanda. Lap bundan vursa. Y bərabər 3 oldu. Y-in də yerinə 3 yazsaq, x-imiz neçə olur? 7. X, y hasilini soruşur, yoxsa cəmini soruşur? Hasilini soruşsa 21, cəmini soruşsa 10. Ben onu əvəz eləməliyəm. Əvəz eləmə ilə belə götürəndə buradan x nə bərabərdir? 2y plus 1. 1 plus 2y, bəli. Gətirin burada harada x var yerinə 1 plus 2y kvadrat təmin ilə cevab alası. Kvadrat təbliğ alınmır. Alınmır, gedir İslam. Hə, alınmır, lap gözəl. 81. Birincidən nəyi çıxardım qarşıya? Y2. Qaldı 5y. Çıxaq x. Bərabər 6 onda 5 oldu. Aşağıdan da 2. Aşağıdan da 2-ni çıxardıram qarşıya. Nə qalır? 5y çıxaq x bərabər 1. Tərəf-tərəfə böləndə. Y bölünsün 2, 6 onda 5 isə y 13 tapdıq. İşte y-in yerinə gətirin 13 yazın x-i. Oldu. Bunları da izah elədim. Artıq buradakı məsələlər düstur deyil. Bəli. Düstur deyil. Bax, gəlin bir dənə məsələ. Dayanacaqda 2 təkərli və 3 velosipeddə 3 təkərli motosikletlər dayanmışdır. Biz say bilmiriksə, 2 təkərliyə, velosipedlərə x deyək. Motosikletlərə y. Bu x dənə velosiped varsa, bu nəqliyyat vasitələrinin sayı 12-dir.
Deməli x ilə y-in cəmi neçədir? 12. Təkərlərinin sayı isə 29. 5 dənə velosiped durubsa neçə təkər var? Neynədir? 3 dənə velosiped, motosiklet durubsa neçə təkər olur? Yox, motosikletin 3 təkər. 30. Neynədir? 3-ə vurdu. Deməli velosipedlərin sayını 2-yə vurub, 2x-ə. Motosikletlərin sayını da 3-ə vurub. Təkərlərin sayı neçədə nədir? Bir dəm yadıma sal, Elvi. Onu internetdən girəcəm. Nətər 3 təkəri motosiklet görmürəm. Ha, Oscar arası. Olur, mən bizdən görmüş olur. Elə bu şəkildə ki görməmisən. Ben değil kaynatılan. Aysa, böyründə də oturacaq olur. Büyük Oscar'a bakırsan. Ya. İnşallah bu sistemi həll eləsəz, təlimimizin cavabını tapar. Gəlin görək bu məsələnin bir dənəsini 101-i də eləyim. Şirkətin mühafizə işçilərindən Elnur müəyyən saat gündüz vaxtı, Nazim isə müəyyən saat gecə vaxtı növbə dayanır. Elnur hər saata 25 manat, Nazim isə hər saata 40 manat alır. Bu işçi gün ərzində ümumilikdə 13 saat növbədə durur. İkisi bir yerdə 13 saat növbədir. Bax, Elnur gündə 2 saat növbə dursun. Nazim günə Y dursun da, düzdür? Və yaxud da sistemlə. İkisi bir yerdə neçə saat növbə çəkir? 13 saat. Eləmi? Yazıqda ümumilikdə 13 saat növbədə olurlar. Elnur 1 saata 25 manat alırsa, 2 saata neçə manat alar? Nazim 1 saata 40 manat alırsa, Y saata neçə manat alar? Cəm ikisi bir yerdə neçə manat alırlar? Bərabərdir 411. Da artıq bir sistemi həll edirik deyim bu məsələnin həlli. Bu sistemin həlli. Yaxşı? Baxın 104-ə baxa, bax sonsuz sayda həlli var. Bayaq dediyi A1-in A2-yə nisbəti, B1-in bəli. Sadəcə etiram. Burada aya tutaq ki, tapırsan plus minus 4 tapırsan da məsələn deyirəm da. Hamı ödəmə. Gör 4 yazanda hamı ödəyirmi? Aldığınız cavabları yoxdur. Birincidə A misalımız neçədir? A plus 1. İkincidə A misal nədir? A. Bərabərdir. Y-in əmsalı 8. Y-in əmsalı A plus 3. 4 vur 3 saat çıxdı. 4 bölünsün 3 saat çıxaq. Tənasüb kimi. Birdən buradan A-nı tapırsan. Sonra A-nın qiymətini yerinə yazsan. Görək buradakı ilə hansı ödəyir? Tutaq ki, A-ya sən 2 ilə 5 tapırsan da. 2 tapdın. Məsələn, burada 2 tapırsan, almışsan 5-də 8. Elə olar ki, 2 verəndə, gör buradakı da 5-də 8 eləyərmi? Görsən 2 verəndə 5-də 4 elədi. Deməli 2 ödəmədir. İkisi də ödəyə bilərdi. Böyle 2 ödəyərsə cavab ikisini də götürər. Oldu? Sonuna ki. Bərabər silə. Oldu?